Salam, hər vaxtınız xeyir olsun. Yeni videomuzda xoş gördük hər birinizi. Ümid edirəm ki, hər biriniz yaxşısınız, hər biriniz bu videolardan yararlanırsınız, bilmədiklərinizi öyrənirsiniz. Bu videoda sizinlə 2018-ci il 1-ci qrup sınaq 5-in A variantına baxacağıq. Başlayaq. 26-cı sual. Cisim yer səthindən birinci kosmik sürətlə şaquli yuxarı atılmışdır. Maksimal qalxma hündürlüyünə qədər bu cismin hərəkəti necə hərəkətdir? Yalnız ağırlıq qüvvəsinin təsiratında cisim yer səthindən uzaqlaşırsa, məsafə artdığına görə azalan təcillə hərəkət edir və yerdən uzaqlaşanda təbii ki, yavaşlayan hərəkət eləyəcək. Burada cavab olur azalan təcillə yavaşlayan, yəni doğru cavab A variantı olur. 27-də demək enerji artıb. Biz burada siz sualı yəqin çoxunuz tanışsınız. Enerjinin L kvadrat bölü 2 düsturundan gedəsiyik. Mən biraz tələsirəm deyə ola bilər ki, hansı soruları baxan kimi həllini yazım. Siz artıq tanışsınız da, videonu saxlaya oxuya bir də tanış ola bilərsiniz sualla. Bizə deyir ki, enerji 16 joule artdı. Yəni, enerjinin son qiyməti, ikinci qiyməti birincidən 16 joule daha çoxdur. İnduktivlik 1-dir. Cəryan şiddəti 3 dəfə artıbdır. Yəni, I2 bərabərdir 3, I1. İndi biz burada yazaq, enerjinin yerinə induktivlik dəyişmir də, sadəcə I dəyişib. Enerji 2, W2-nin yerinə Li2 kvadrat bölü 2 bərabərdir Li1 kvadrat bölü 2 üstəgəl 16. Burada da L bölü 2-ni kənara çıxardıb Li1 kvadratını sola keçirtsək, olacaq I2 kvadratçıq I1 kvadrat bərabərdir 16. Və salam, indi bunu həll edək. Həllini bu tərəfdən yazacağım. Sonrasını göylə yazıram. 1 bölünsün 2, I2-nin kvadratı, yəni 9 I1 kvadrat, çıx I1 kvadrat bərabərdir 16, 8 I1 kvadrat bölü 2, 16, buradan I1 kvadratı bərabərdir 4, I1 də bərabərdir 2. Bizdən də cəryan şiddətinin başlanğıc qiymətini soruşur, cavab olur C variantı. 28. Doyma cəryan şiddətinin qiymətini, doyma cəryanı bilirik ki, artıq cəryan doyandan sonra dəyişmir bu hissədədir. Ona görə 5 nöqtəsi uyğun gəlir. D variantı doğru cavab. 29. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun lövhələri arasındakı məsafəni qoşulubsa, burada nə sabit idi? U sabit idi. Biz bunu necə yadda saxlayırdıq? Qoşulub samitlə başlayırdı, sait sabit idi. Ayrılıb saitlə başlayırdı, samiti olan, yəni Q sabit idi. Qoşulubsa U sabitdir. Məsafəni 1/2 dəfə azaldanda elektrik sahəsinin enerji sıxlığı deyir, necə dəyişər? Gəlin baxaq. Enerji sıxlığının düsturu epsilon 0 y kvadrat bölünsün 2-dir. Burada y'nin yerinə o bölüyə qoysaq epsilon 0 u kvadratı böl 2d kvadrat. U sabitdir, d-dən kvadratı ilə tərs asılıdır. D 1/2 dəfə azalıbsa, enerji sıxlığı 144 dəfə artacaq. Çünki kvadratı ilə tərs asılıdır. 30. Şaquli istiqamətdə yuxarı atılan cismin impulsunun zamandan asılılığı verilib kütlə. Bu toplu sualıdır. Deməli, delta P bərabərdir M. Necə baxaq buna? V çıxılsın V0 kimi baxsaq. Ya da bunu sürətin zamandan asıllığını çəkək, daha rahat olar bizə. Amma kütləni soruşur da bizdən. Gəlin belə baxaq. Delta P bərabərdir M delta V kimi baxsaq buna. Kütləni tapanda biz impulsun dəyişməsini sürət dəyişməsinə bölməliyik. İndi baxın. Bu cisim şaquli istiqamətdə yuxarı atılıb, düzdür? Yuxarı atılırsa, müəyyən bir başlanğıc sürətə malikdir də bu. Sürət get-gedə azalır. İmpuls 20-dən 5-ə gəlibdir, bərabərdir 20 çıx 5 yazsam mən bura. Amma bizim əlimizdə V yoxdur. 5 saniyəyə, bax 5 saniyəyə impuls 20-dən 5-ə azalıbdır. İndi biz burada sürətə necə gələ bilərik? Gəlin belə deyək, biz dərs izahında demişik ki, hər saniyədə, hər bir saniyədə sürət 10 metr böl saniyə qədər azalır. Sürət 10-un azalır. Elə bil 1 saniyəyə 10 metr daha az yol gedir də cisim.
və gəlib h maksimala çatanda artıq sürət 0 olur. O da niyə elə olur? V bərabər j-t-yə görə 1 saniyəyə j vur 1, yəni 10 vur 1 10, 2 saniyəyə 20 bu şəkildə. İndi 5 saniyəyə sürət nə qədər dəyişəcək? 50 metr saniyə azalacaq da. Yəni dəyişmədir deyənə elə 50-ni yazarıq da. Sanki belə deyim, v çıx v0-ın qiymətini yazıram da mən burada birbaşa. Azalıb deyə v0 çıx v-dir, amma sonuçda biz modul götürürük də, çünki impulsun modulunu istəyir axı. Burada da olur 15 bölünsün 50, 0,3. Doğru cavab hanı bu? Hə, C variantında. 31. Yavaşlayan hərəkətdə sürət və təcil vektorları əks istiqamətdə yönəlir deyə onlar arasındakı bucaq 180 dərəcə olur. 32-də deməli ikisi də toplayıcı linzadırsa, baş optik oxa paralel gələn şüa linzada sındıqdan sonra fokusdan keçir və sonra ikinci linzadan çıxanda da baş optik oxa paralel çıxır. Demək ki, 2 ilə çıxacaq bu çıxanda Y variantı doğru cavabımız. 33. Sürətin düsturu hazır düsturdur nəzəriyyə 2 pi bölünsün t. 34. Bundan bir əvvəlki videoda ya da iki əvvəlki videoda izah eləmişdim. Orada sürəti aşağı idi istiqaməti. İndi burada biz maqniti sarğaca yaxınlaşdıranda, yəni daxil eləyəndə sarğacda maqnit sahəsi güclənir deyənə, orada yaranan induksiya cərəyanı onu zəiflətməyə çalışır da. Elə bil orada yaranan əsas cərəyanın əksinə yönəlir, zəiflətməyə çalışır. Zəiflədəndə də nə edir? Əgər biz bunu bura daxil eləyiriksə, bu itələməyə çalışacaq. N-lə yaxınlaşıramsa, M qütbü də N olacaq ki, itələsin, azaltsın. Onda P qütbü də S olacaq. M-ə N desək, burada S desək, doğru cavab olur. Burada Y variantı 34-də. 35 ideal qazın daxili enerjisi C deyəndə ki, yəni joule, D variantı. Çünki enerjidir. Lorentz qüvvəsinin istiqaməti. İndi burada əlimizi tutmalıyıq. Deməli, biz Lorentz qüvvəsinin istiqamətini bilmək üçün ovuc içimiz ovuc B olmalıdır. 4 barmaq V olmalıdır. Baş barmaq da F Lorentz. Bəs bizim V'miz var. Bəs bizim yaxşı B'miz hanı? B'ni necə tapaq? Baxın, burada cərəyan axan naqildə, cərəyan sol tərəfə axırdısa, yuxarısı X olurdu, aşağısı nöqtə. Bundakı burğu qaydasından və yaxud sağ əl qaydası ilə müəyyən eləmək olurdu. Bunun yəni necə müəyyən olunurun üstünə çox dayanmayacağam. Dərs sahımda verilibdir. Yekunda demək elektron harda yerləşir? X tərəfdə. Bizim sahəmiz deməli X-dir. İndi baxıram bura. Sahəm X-dir. Elektronun sürəti yuxarı yönəlib. İndi əlimizi, sol əlimizi elə tuturuq ki, X-dırsa ovucumuzun içini görürük və 4 barmağımız yuxarı. Sanki baxın belə bir şəkil alırıq. Barmaqlarımız, 4 barmağımız burada. Əlimizin içini görürük deyə baş barmağımız da belə alınacaq. X əlimizin içi, yəni sola. Amma bu elektronlu deyənə biz aldığımız cavabın əksini götürəcəyik, yəni sağa. Onda doğru cavab olur 36-da A variantı. 37 verilmiş kütləli ideal qaz bir halından 2 halına keçəndə daxili enerji necə dəyişər? Göründüyü kimi daxili enerji temperaturla asılıdır. T oxunda azalma istiqamətində gəlir. Ona görə daxili enerji həcmi də soruşur bizdən. PT-dən düz asılı olanda təbii ki, həcm sabit qalır. Daxili enerji azalar. D variantı doğru cavabdır. 38. Üfüqi səth üzərində sürtünmə qüvvəsinin təsiri altında verilib. Deməli, biz nə deyirik? V bərabərdir. V0 çıxılsın, AT-dir. A-nın da yerinə V0 çıxılsın, mü, J, T qoyuruq. İndi son sürətimiz 0-dır. Son sürət 0-dırsa, V0 bərabərdir, mü, J, T yazıb. Buradan mü-nü hesablaya bilərik. V0 bölünsün, J, T. V0-ımız 18-dir, J-miz 10-dur, bu 90-dır. 5-də 1, bu da 0,2. 39. Yaydan asılmış cisim kütləsini 4 dəfə azaltdıqda onun rəqs periodu necə dəyişir? Periodun düsturu 2 pi kök altında m bölünsün k kütlə 4 dəfə azalanda period 2 dəfə azalar. Doğru cavab A variantı olacaq. 40. Maqnit sahəsinin maqnit əqrəbinə göstərdiyi yönəltici təsirə görə hansı fiziki kəmiyyətin istiqaməti təyin olunur? Təbii ki, maqnit induksiyasının. 41. Hansı şərt ödəndikdə sxemdəki lampanın közərməsi maksimum olur? Bu rezonans halıdır. Rezonans halında da demişdik ki, XL bərabər XC olur. Közərmənin maksimum olması üçün cərəyan şiddəti maksimum olmalıdır. Bu zaman müqavimət minimuma düşməlidir. Minimum olması üçün də XL bərabər XC olmalıdır ki, onların fərqi 0 olsun. 42.
Bu nüvədən neçə ədəd və hansı zərrəcik buraxılmalıdır ki, 92 235 hansı? Baxın, 92 238-dən 92 235 alınması üçün burada 0,3 olmalıdır da. Elə bilin ki, sağ tərəflə sol tərəf bərabərləşməlidir. Bura 92 isə aşağıdakıların da cəmi 92 verməlidir. Burada yuxarı 238 isə yuxarının da cəmi 238 verməlidir. İndi 0,3 olan nə ola bilər bizdə? Baxaq. Cavablarımıza baxaq. Sanki 3 dənə 0,1 olmalıdır bizdə. Bax, belə bir hal olmalıdır. 0,1 olanda neytrondur bizdə. Yük ədədi 0, kütlə ədədi 1. Ona görə də 3 dənə neytron olacaq. Doğru cavab D variantı. 43. Müsbət yüklənmiş cisim yüksüz elektroskopa yaxınlaşdırılır. Yaxınlaşır, vərəqlər toxunmur. Yaxınlaşanda burada elektromaqnit induksiya nəticəsində kürəyə mənfi yüklər toplanacaq və vərəqlərdə müsbətlər yaranacaq. Vərəqlərin yükü, kürənin yükü mənfi, birincisi mənfi, ikincisi müsbət. Orada da doğru cavab hansıdır? D variantı. 44. Civənin yalnız qaynamasına. Qaynama zamanı ümumiyyətlə aqreqat halda dəyişən zaman temperatur dəyişmir. Ona görə bu ikisinin fərqi olacaq. Q bərabərdir 69-9. Cavab olur Y variantı. 45. Qazın iyonlaşma enerjisi heç bir kəmiyyətdən asılı deyil. 46. Burada cismin vakuumdakı çəkisi həmin o kənar nöqtələrdəki qiymətdir. Bunu da dərs sahında geniş danışmışıq. Bundan cavab olur Y variantı. 47. Elektromaqnit dalğası şüalandıran nöqtəvi mənbədən 1 kilometr məsafədə şüalanma selinin sıxlığı 2,5 milliwatt bölü metr kvadrat olarsa mənbənin gücünü hesablayın. Burada düsturumuz P bərabərdir, I vurulsun S-dir, I qalır. Pi verildiyinə görə və məsafə verildiyinə görə bizə S-in düsturunu ona uyğun açasıyıq. I vurulsun 4 pi r kvadrat olacaq burada. Yerinə qoyub hesablasaq 2,5 vur 10 üstü, mənfi 3 vurulsun, 4 vurulsun, 3 vurulsun. R-in kvadrat, R 10 üstü 3-dürsə, çevirəndə 10 üstü 6 olacaq. Burada da bu ikisini bir-birinə vuranda 10 eləyir. 3 vurulsun, 10 üstü 4. Bizdə də kilovatla istəyirdik. 3 vur 10, vurulsun 10 üstü 3. Yəni bunu kilo ilə əvəz eləsək 30 kilovat olur bunun doğru cavabı. 48. Hansı ifadələr doğrudur? Cərəyan mənbəyinə rezistor qoşulmuşdur. Əgər bu rezistora paralel olaraq ikinci belə bir rezistor qoşulursa, paralel qoşulanda biz bilirik ki, orada o sabitdir. R deməli tərs qiymətləri toplanır, I isə bölünür. I1 və I2-nin cəminə bərabər olur. Mənbəyin EHG-si dəyişməz, düzdür. Çünki mənbə bir dənə mənbədir. Mənbəyin EHG-si artar, səhvdir. Xarici müqavimət 2 dəfə artar, səhvdir. Çünki tərs qiyməti toplanır və eyni rezistor qoşulursa R ümumi R bölünsün 2 sayına bölünür. Ona görə də 2 dəfə azalar. Tam dövrədəki cərəyan şiddəti artar, düzdür. Çünki tam dövrədəki müqavimət ümumilikdə azalır deyə cərəyan şiddəti də artar. Doğru cavab olur 1, 4, 5. 49-da qüvvələrin əvəzləyicisini hesablayın. Biz bilirik ki, əvəzləyici qüvvəni tapmaq üçün hər bir qüvvənin X və Y proyeksiyalarını bilmək lazımdır. Əvvəlcə F1-i X-in Y-nə baxaq. Baxın, F əvəzləyici bərabərdir. Fx kvadrat üstəgəl Fy kvadratı yazıram. F2-nin X proyeksiyası müsbət 1-dir. Demək, gəlin aşağıdan yazaq. F2X müsbət 1-dir. F1x isə mənfi 1-dir, 2-dən 1-ə gedibdir. F1x mənfi 1-dir. Bu ikisinin x ox üzrə proyeksiyası bir-birini sıfırlayır. Çünki biri müsbət 1, biri mənfi 1. Vektorial cəm 0 verir bizə. Fx-imiz 0-dır. Onda F əvəzləyici modulcu Fy-ə bərabər olur. Modul dediyinə görə elə Fy-ə hesablayacaq. 1-in Y-ə görə proyeksiyası 1-dən 4-ə qalxdığına görə 3-dür, 3 Newton. 2-nin də proyeksiyası eyni 3 Newtondur. 2-dən 3 yuxarı olacaq 6. Demək ki, əvəzləyici qüvvəmiz də 6-ya bərabərdir. 50 uyğunluqdur. Demək, bir cins elektrik sahəsində elektrik sahəsinin qüvvə xətləri bilirik ki, müsbətdən mənfiyə doğru yönəlir. İndi proton müsbət yükdür. Müsbət yük müsbət tərəfə neyniyir? Yavaşcan hərəkət eləyir. 1-ə A variantı. Elektron mənfi yük müsbət tərəfə yeyinləşən hərəkət eləyir. Neytron isə istiqamətindən asılı olmayaraq düz xətli bərabər sürətli hərəkət eləyir. Burada hansı variantlar qaldı? Y variantı azalan təcil olmaz bir cins sahədir.
Bir də C variantına da baxaq. Təcil vektoru intensivlik vektoru istiqamətindədir. Təcil vektoru yavaşlayan hərəkət eləyirsə, baxın burada intensivlik vektoru istiqamətində, çünki sürətə əks daxı yavaşlayan olduğuna görə, ona görə C variantı da gedəcək bura. Beləcə daha bir testimizin sonuna gəldik. Ümid edirəm hər şey sizin üçün aydındır. Suallar olarsa və yaxud sınaq qrupuna qoşulmaq istəyiriksə, onda burada yazdığım nömrə ilə əlaqə saxlaya bilərsiniz. Gələn videolarda görüşənə qədər hələlik.